Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı hadisənin bəzi detalları gün üzünə çıxıb. Belə ki, 2011-ci il təvəllüdlü qız 6-cı sinifdən məktəbdən çıxarılıb. Anası Elnarə Əskərovanın sözlərinə görə isə qızının təhsildən kənarda qalmasına səbəb ailənin maddi sıxıntılarının olmasıdır. Qızımın toyu olmayıb, kafelerin birində sadəcə həri mərasimi keçirilib. Övladımı oxuda bilməmişəm, buna səbəb imkanımın olmamasıdır. Qeyd edeyim ki, ötən gün Tovuz rayon polis şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Onu özündən 19 yaş böyük 1992-ci il təvəllüdlü Firdovsi Abbasovla evləndirmək istəyiblər. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Qıza toy edən şəxsin ögey atası olduğu müəyyənləşib. Məhkəmənin qərarı ilə bir ay müddətində inzibati qaydada həbs edilən şəxs isə bəyin atası Füzuli Abbasovdur.